Bismillahirrahmanirrahim. Salamlayıram hər birinizi dəyərli tamaşaçılar. Ramazan ayının 28-ci günündə. Artıq bu mübarək ayın sonlarına yetişirik və son günlərdən ən səmərəli şəkildə istifadə etməyi Allah Taala bizə nəsib etsin inşallah. Biz ötən dəfə bəzi rəvayətlərdəki, hədislərdəki əməllər barədə danışırdıq ki, hansı əməllərdir ki, onlardan uzaq durmalıyıq və onlardan uzaq durmaq bizim salih bəndələr olmağımıza səbəb olar. Və salih bəndə olmaq məsələsi çox önəmli bir məsələdir ki, bunun üçün də Quran tövsiyələrinə əməl etmək lazımdır və Quran-ı Kərimdə Allahın salih bəndələri barədə çox bəhslər olub. Lakin biz hansı nöqtələrə diqqət yetirməliyik ki, Allah Taala'nın salih bəndələrindən olaq və həyatımız daha doğru və düzgün şəkildə davam etsin. Daha qısa şəkildə desək, Ramazan ayının abu-havasını, Ramazan ayında qazandıqlarımızı əldən verməmək üçün hansı işlərin ardıca gedək, nələrə əməl edək? Ümumilikdə biz Ramazan ayı boyunca danışmışıq, amma bu dəfə Quran tövsiyələrinə yenidən toxunacağıq və Quran tövsiyələri barəsində ən birinci məsələ Quranın mənəvi tövsiyələri sırasında Allahı xatırlamaq bəhsidir. Allahı xatırlamaq bəhsi Bəqərə surəsi ayə 152-də gəlib ki, Allah təbarək və Teala buyurur ki, Fəzkuruni əzkurukum. Məni yada salın ki, mən də sizi yada salım. Yəni, Allahı yada salmaq da belə başa düşülür ki, bəzən bəndələrin arasında sanki yalnız və yalnız namaz qılıb ibadət etməkdir. Namaz vacibatdır, lakin biz Allahı xatırlamağı səccadədə, üzü qibləyə namaz qılan şəkildə məhdudlaşdırmamalıyıq. Allahı xatırlamaq yaşından, cinsindən, işindən və şəraitindən asılı olmayaraq hər bir sahədə, hər bir zaman Allahı xatırlayaraq yaşamaqdan gedir söhbət. Və Allahın da bizi xatırlaması sözsüz ki, onun bizə sonsuz lütflərinin olmasına gətirib çıxarar. Bu yüzden də Allahı xatırlamaq çox önəmli bir məsələdir ki, bu bais olur ki, insan günahlardan uzaq dursun, insan insaflı və vicdanlı şəkildə yaşasın. Digər məsələ Allaha ümid bəsləmək məsələsidir ki, mən ötən dəfə də qeyd etmişdim ki, Allaha ümid bəsləmək məsələsi o qədər önəmlidir ki, təəssüflər olsun ki, bizim cəmiyyətimizdə naümidlik çox böyük bir səviyyədədir. Yəni, insanların əksəriyyəti Allaha qarşı suizənləri var, yəni hüsnü zənləri yoxdur. Amma Quran bizə tövsiyə edir ki, biz Allaha ümidli olaq və hüsnü zənli olaq. Və dəfələrlə ayələrdə vurğulanır ki, Allah tövbə edənləri sevir, Allah tövbə edənləri bağışlayır. Bu özü Allahın ümid verici ayələridir ki, təkrar Quran-ı Kərimdə biz buna rast gələ bilirik. Allaha ümid bəsləmək isə bu şəkildə olmalıdır ki, sanki Allaha hüsnü zənli olmaq və belə düşünək ki, sanki əmin olaq ki, Allah ən böyük lütflərini mənə edəcək. Yəni, mən onun bəndəsiyəm və Allah Taala məni bağışlamaq üçün hazırdır, mənə nəzər edir və ən böyük lütflərini də məhz elə mənə edəcək. Əgər bu şəkildə yaşasaq, sözsüz ki, arxeyin olmaq da yaxşı deyil, amma hətta günah belə etsək, tövbə etsəm bağışlanaram ümidi ilə həyatımıza davam etməliyik. Yəni, mötədilliyi də qoruyub saxlamalıyıq. Nə belə düşünməyək ki, hər nə günah etsəm Allah məni bağışlayacaq, nə də belə düşünməyək ki, yox, mən ən böyük günahı etdim, Allah məni bağışlamayacaq. Yəni, orta həddi qoruyub saxlamağı bacaraq inşallah. Allahın nemətlərinə şükr etmək bəhsi var. Üçüncü tövsiyə Allahın nemətlərinə şükr etmək bəhsidir. Allahın nemətlərinə şükr etmək Bəqərə surəsi 152-ci ayədə gəlib ki, Allah Taala deyir ki, mənə şükr edin və küfr etməyin, nemətlərimi nankörlük etməyin. Və İbrahim surəsi 7-ci ayədə isə Allah təbarək və Teala buyurur ki, əgər şükr etsəniz, sizə olan nemətlərimi artıraram. Yəni, şükür özü səbəb olur ki, insanın həyatda nemətləri artsın. Və bu şükür, yəni, hansı təbəqədə yaşamağından asılı olmayaraq insanlara aiddir. Yəni, əgər biri imkanat baxımından zəifdirsə, onun da şükrü nemətləri artırır və əgər birinin nemətləri boldursa, ruzisi çoxdursa, onun da şükür etməsi nemətləri artırır yenə də. Lakin diqqətimiz olmalıdır ki, hansı şəraitdə yaşayırıqsa yaşayaq, Allaha şükür etməyi unutmayaq ki, nemətləri özümüz üçün azaltmayaq. Allahın verdiyi nemətlərə nankör olmayaq inşallah.
Və bilirik ki, dəfələrlə mən vurğulamışam ki, Allahın iki cür nemətləri var və şükr edəndə mənəvi nemətləri daha çox insan həyatında özünü büruzə verir. Yəni xüsusi nemətləri daha çox özünü büruzə verir. Ümumi maddi nemətlər bütün məxluqlara aiddir. Yəni kafir olmasından asılı olmayaraq Allah Taala hər kəsə bəxş edir. Lakin xüsusi süfrənin, xüsusi nemətlərin öz şərtləri var ki, buna maddi, mənəvi nemətlər daxildir və bu Allahın öz ixtiyarındadır və mən əgər Allaha daha çox diqqətim olsa, şükrüm yerində olsa, ibadətim, vacibatlarım yerində olsa, sözsüz ki, Allah Taala mənə öz maddi, mənəvi nemətlərini artıracaq. Sadəcə insanların böyük bir səhvi burdadır ki, əksəriyyət ruzini və nemətləri yalnız və yalnız maddiyyatda görür. Halbuki mənəvi olan o qədər gözəl ruzilər var Allah tərəfindən, nemətlər var ki, biz heç onların şükrünü əda etmirik. Digər Quran tövsiyələri insanın salih bəndə kimi özünü qoruyub saxlaması üçün gözəl və yumşaq danışıq tərzidir. Taha surəsi 44-cü ayədə Allah təbarək və Teala Musa əleyhissalama buyurur ki, get Fironun qarşısına, yəni Musaya deyir ki, sən Fironun yanına get və ona təbliğ eləməyə başla. Və ayədə belə buyurur ki, onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu və qəbul etməyə yaxınlaşdı, məsələn. Və bu sözsüz ki, Firon kimi bir şəxsin önünə gedərkən əmr olunur Həzrəti Musaya, yəni hətta Fironla belə danışanda yaxşı şəkildə danış ki, bəlkə o yaxınlaşdı, bəlkə o qəbul etdi deyə buyurur Allah Taala. Bəqərə surəsi 83-cü ayədə də Allah Taala belə buyurur ki, və qulu linnəsi husnə. İnsanlarla gözəl şəkildə danışın. Yəni insanlarla ən yaxşı şəkildə danışın və insanın yaxşı danışması onun salihliyinə təsir qoyur, onun əməllərinə çox böyük bir təsir qoyur və ictimai əlaqələrinə də təsir qoyur və Allah Taala burada heç bir qeyd demir. Deyir ki, insanlarla gözəl şəkildə danışın. Demir, möminlərlə gözəl şəkildə danış, sadəcə yaxşı insanlarla yaxşı şəkildə danış. Ümumiyyətlə dəvət edir bizi ən gözəl şəkildə danışmağa insanlarla. Və digər tövsiyə isə Allaha pərəstiş və ibadət məsələsidir ki, Yasin surəsi 61-ci ayədə Allah təbarək və Teala buyurur ki, və ənibuduni həzə sıratun müstəqim. Və yalnız mənə ibadət edin ki, bu düz yoldur. Yəni mənə ibadət etmək ən doğru və düz yoldur. Allah Taala özünə doğru ibadətə çağırır və bu açıq-aşkar ayələrdəndir. Yəni insanın öz ibadətlərinə diqqət yetirməsi, Allaha xatir ibadət etməsi, ona doğru getməsi onun düz yolda qalmasına səbəb olur, salih bəndə olmasına səbəb olur ki, bu da Quran tövsiyələri sırasındadır. Digər tövsiyə isə düz danışan və doğruçu olmaq məsələsidir. Düz danışan və doğruçu olmaq məsələsinə Tövbə surəsi 119-cu ayədə toxunulubdur. Və buyurulur ki, doğruçularla birgə olun və doğruçularla birgə olun. Yəni doğru danışan şəxslərlə birgə olun. Hətta cəhənnəmin 3-cü qapısında qeyd olunur ki, Allahın lənəti olur neçə şəxsə, biri də yalan danışan şəxslərdir. Cəhənnəmin 7 qapısı var və hər qapısında Meyrac hədisinə əsasən müxtəlif cümlələr, əxlaqi cümlələr qeyd olunubdur və 3-cü qapısında da neçə şəxsə, 3 dəstəyə lənət oxunur Allah tərəfindən. Deyir ki, Allahın lənəti olsun filan şəxsə sıralaması ilə qeyd olunur. 3-cü şəxsə, bir şəxsə yalan danışanlardır. Çünki yalan danışanlar Allahın nazir olduğunu sanki inkar edirlər. Allahın varlığını sanki inkar edirlər. Və sonda Tin surəsinə əsasən bir nöqtəni qeyd etmək istəyirəm ki, bu məsələ çox önəmli bir məsələdir və biz ötən dəfə də xatırlatdıq ki, bəzi insanlar yalan danışır, bəzi insanlar dilini qorumur, bəzi insanlar yəni dilindən düzgün şəkildə istifadə etmirlər, doğruçu deyirlər həyatda və buna müxtəlif dəlillər gətirirlər. Mən əsəbiyəm, mən beləyəm, bu kimi dəlillər gətirirlər. Halbuki İslamda və Qurani-Kərimdə insanın və daha dəqiq desək, müsəlmanın, möminin dəyəri həddindən artıq çox böyükdür və Allah Taala insanı başqa məxluqlardan daha üstün yaradıbdır. Əşrəfi məxluq deyirlər insana.
Tin surəsi 4-cü ayədə də Allah Taala buyurur ki: "Və laqad xalaqnal insana fi ahsani taqvim." Həqiqətən biz insanı ən gözəl biçimdə yaratdıq. Yəni ən gözəl şəkildə yaratdıq, ən gözəl yəni istedadları insana bəxş elədik və insana iradə verilibdi. İnsan öz iradəsindən istifadə etsə, yəni Allahın canişininə çevrilər, Allahın yer üzündəki nümayəndəsinə çevrilər ki, necə ki Qurani-Kərimdə Bəqərə surəsi 30-cu ayədə Allah Taala buyurur ki: "İnni cailun fil ardi xalifə." Deyir ki, həqiqətən mən yer üzündə bir canişin qərar verəcəyəm. Və bu canişin də sözsüz ki, Adəm əleyhissalam idi, yəni insan idi. İnsan əgər yəni düzgün şəkildə Quran tövsiyələrinə əməl etsə ki, bu ayın ən üstün əməli məhz Quranı tilavət etmək və Quranın buyurduqlarına əsasən öz həyatımızı qurmaq, tənzimləməkdir. Və bunu biz çalışmalıyıq ki, digər günlərdə, adi günlərdə də davam etdirək inşallah. Bəhsimizin davamını inşallah ki, gələn dəfə davam edəcəyik. Bizi izləməyə davam edin. Artıq son günlərə yaxınlaşırıq. Allah ibadət və itaətlərinizi ən ali dərəcədə qəbul etsin. Bu Ramazanı bizim son Ramazanımız qərar verməsin inşallah.